Deməli, birinci testimiz possessive case-dən başlayır. Possessive case-də olan ismi seçin. To be fond of, fondu görən kimi elə bilərsiniz ki, of da gəlirsə, to be fond of ifadəsidir. Bu yiyəli hal deyil. Sonra to be going to, bunlar sabit birləşmələrdir. Sabit birləşmə nə deməkdir? Yəni formasını dəyişmədən elə dildə belə də istifadə olunur. Bunları əzbərdən bilməliyik. Bundan əlavə, sual əvəzlikləri apostrof s götürürsə, bu yiyəli hal demək deyil. Çünki ingilis dilində isimdən başqa heç nə apostrof s götürüb yiyəli hala düşə bilməz. Eləcə də Y variantında şəxs əvəzliyi. Qaldı əlimizdə D variantı. The moon, the earth's satellite. Hansı apostrof s yiyəli haldır desək, the earth's satellite deməli D variantı. Çünki apostrof s-dən sonra yiyəli haldırsa təbii ki, artikel istifadə olunmaz. Bura kimi düzgün sayılmır deyəndə düzgündür cümlə əslində, amma yiyəli hal deyil. Earth's satellite apostrof s götürüb və ondan sonra isim gəlib. D variantı düzdür. Bir də deyirəm uşaqlar, isimdən başqa heç bir ifadə, heç bir söz apostrof s götürüb yiyəli hala düşə bilməz. Apostrof s çoxdur, amma yiyəli hal deyil. 2. Madagaskar artikeldir, artikel mövzusudur. Tək adadır Madagaskar. Ona görə artikeldən istifadə olunmur. Afrikada materikdir, qitədir, artikeldən istifadə olunmur. İkisi də boş, C variantı. NASA spacecraft took new photos of moon vahid varlıq olduğuna görə burada müəyyən artikel olmalıdır və last sözü əgər zaman vahidlərinə birləşirsə, week, month, day və s. birləşirsə, burada da heç bir artikeldən istifadə olunmur. Cavab B variantı. 4. Bring exam notes and some materials. Some varsa, ümumiyyətcə, əksər əvəzliklər artikeli əvəz edir. Yəni, no, some, many və s. Bunlar varsa cümlədə artikeldən artıq istifadə olunmur. Ona görə some and other deyə bilməzsiniz. Some the other deyə bilməzsiniz. Artikelləri atdıq. Cümlədə ismin özü varsa, others istifadə oluna bilməz. Ümumiyyətcə, others və yaxud da the others. Fərqi yoxdur. Cəmlənmək o deməkdir ki, o artıq ismin yerini alıb. Onun yanında isim işlənə bilməz. Cümlənizdə isim varsa others, the others, bunları atırsınız. Sonra, everydən sonra tək isim işlənər, cəm isim işlənə bilməz. Qaldı əlinizdə other. Otherdən əvvəl müəlli artikeli də istifadə oluna bilir. Yiyəli əvəzlikləri də istifadə oluna bilir və digər əvəzliklər də istifadə oluna bilir. Yəni, some other materials, sonra another deyə bilməzsiniz, çünki material cəmdir. Another-əni silməyimizin bir səbəbi də elə özündən sonra cəm ismin işlənə bilməməsidir. My other deyə bilərsiniz, the other deyə bilərsiniz və s. Cavab B variantı. Yəni, other əvəzliyi özündən əvvəl təyin edici götürə bilir. 5. I have an uncle has many apartments in Bodrum. Cümlə ortasında isimdən sonra WHZ falan görürsünüzsə, bu nisbə əvəzlikdir. Uncle canlı isim olduğuna görə who verə bilərik, çünki xəbər var. Yəni, who-dan sonra xəbər gələ bilir. Z-dən sonra xəbər gələ bilir və canlı deyə who-z istifadə oluna bilir. Uncle canlıdır, which istifadə edə bilməzsiniz, çünki canlı isimdən sonra which işlənməz. Whom isə canlı isimdən işlənir, amma whom-dan sonra mübtəda xəbər gəlməlidir. Whom necə tərcümə olunur? Kimi, nəyi? Cümlənin tamamlığı olduğuna görə nisbə vəzli olaraq da boşluğa veriləcək tamamlığı təyin edir. Ona görə bundan sonra gərək mübtəda xəbər gəlsin. Ona görə 2-ni də verə bilmirik. 1-3 B variantı. 6. Students təkdir. Teachers came from England, didn't. Cümlədə əslində inkarda, amma inkarlıq burada yəni vurğulamalı bir şey deyil. Sadəcə biz nəyə fikir verməliyik? Özündən sonra tək isim tələb edir. Z'si, zo'su atırıq gedir. Sonra, these students teachers. Cümlənin mübtədası nədir? Həmişə deyirik, apostrof s-dən sonra.
Deməli, mübtədamız teachersdir. Əvvələ this ya da that verə bilirik. Teachers cəmdirsə, bizim tag questionımız olan hissə, tag olan hissə. Ancaq feildən sonra şəxs əvəzliyi götürür və şəxs əvəzliyi də birinci cümlənin mübtədasını əvəz edəcək. Teachers cəm olduğuna görə onda qalır əlimizdə C variantı. Çünki it, he bunlar tək əvəzliklərdir. These students, teachers, bu şagirdin, tələbənin, müəllimləri İngiltərədən gəlib, elə deyilmi? 7. Cümləmiz exclamatory sentencedir, yəni nida cümləsidir. How sharp the knife is. Bir düzdür. Və hardan bilirik düzdür? How üstəgəl sifət və yaxud da zərf, üstəgəl isim və feil. Feilimiz bağlayıcı feildir deyə sifətdən istifadə olunub. Əgər feil hərəkət verən feil olsaydı, sharp'ın yerinə zərf olardı. Knife'ın yanında da özünün Z artiklı var, deməli düzdür. 2. What a sharp knife it is. Bu da düzdür. Qeyri-müəlli artiklı bilirsiniz ki, what'lu nida cümlələrində istifadə olunur və what'un da düsturu necə olur? What üstəgəl. Əgər isim təkdirsə qarşısında qeyri-müəlli artiklı və ya sifət işlənə bilər, amma işlənməyə də bilər. Əsas məsələ nədir? What, isim, mübtəda, xəbər. Yadınızda saxlayın. What, isim, mübtəda, xəbər. Hər bir ismin də artiklının və yaxud da sifətinin olması və ya olmaması normal haldır. Yox, əslində səhvdir. Knives cəm olduğuna görə burada artikldan istifadə olunmamalıdır. Knife olsaydı, onda biz artikl işlədə bilərdik. What sharp knives they are. Belə olmalıydı. 3, getdi. How Z. How'dan sonra artikl gəlmir. How'dan sonra sifət gəlir və artikl ismin qarşısında olur. 2-dəki oldu, 1-də olduğu kimi. How sharp the knife is. What a sharp knife it is. How'lu cümlələrdə Z artiklı və yaxud da digər təyin edicilər istifadə olunur. This, those, that və s. What'lu cümlələrdə əgər isim təkdirsə qeyri-müəlli artikl istifadə olunur. Sonra, yəni əsas düsturlar nədir? How, sifət, təyin edici, mübtəda, xəbər. What'lu cümlələrdə what, əgər isim təkdirsə qeyri-müəlli artiklı sifət, isim, mübtəda, xəbər. Belə olur. 1-2. Sonra 8. A lot of flour in the sack a week ago. Yəqin ki, zamandır. Bir dəqiqə. Hə. A week ago dediyimizə görə, biz buradan təkləri atırıq. Has been, is getdi. Üzr istəyirəm, uşaqlar, səhv getdim. Hə. A week ago zamandır, keçmiş zaman. Onu deyəcəkdim, nəsə niyə təkcəm bilmirəm. Keçmiş zamandır deyə bunları atırıq. There were, there was. Təzən bir də qaydaq baxaq. A lot of flour, hə. Sayılmayan isim gəldiyinə görə bu zaman təki götürürük. Fikrim orada qalmışdı, ona görə tək dedim. There was. Deməli, keçmiş zaman və tək sayılmayan isim gəldiyinə görə there was-u götürürük. Sonra 9. Nick didn't phone us. He was busy. Bağlayıcı iki cümləni bağlayırsa, burada çox güman ki, tərcüməyə fikir verirsiniz. Çünki but, because, or, and so hər biri özündən sonra cümlə gətirdiyinə görə buradan heç nəyi ata bilmirik. Nick didn't phone us. Nick bizə zəng vurmadı. He was busy, məşğul idi. Deməli, nə üçün zəng vurmadı? Çünki məşğul idi. Because bağlayıcısını verməliyik ki, səbəb veribdi. 10. Yəni burada biz but ziddiyyət yaradır, əks məna verir. Or, ya, yaxud da deməkdir. And və həmcins üzvləri və yaxud da eyni çəkili cümlələri bağlayır. Və ya məsələn ardıcıllıq olarsa, ardıcıllıq əlaqəsi olarsa, eyni zamanda baş verən hadisələri bağlayır. So-dan sonra isə nəticə gəlir. Burada isə səbəb gəldiyinə görə zəng vurmamasının səbəbi məşğul olmasıdır. Ona görə because-u seçdik.
Məsələn, because-un yerinə nə ola bilərdi? As ola bilərdi, since ola bilərdi. Bunlar da səbəb verir. Because, as, since. 10. What you while. Deməli, while varsa, biz bilirik ki, while olanda hər iki tərəfdəki hadisələr eyni zamanda baş verir. Əksər hallarda da while-dan sonra ya to be feil gəlir. Məsələn, while I was out. Ya da keçmiş davam edici zaman işlənir və yaxud da sadəcə davam edici zaman işlənir. Mən ilk olaraq ən çox keçmiş zamanda olduğuna görə was-lara baxacam hələ ki. Və was varsa deməli digər tərəfdə keçmiş zaman olmalıdır. When, while-da hər iki tərəf eyni zamanda olur. What were you doing while I was out? Mən çöldə olanda sən nə iş görürdün? Cavab C variantı. Sonra we will stay sözünüdür. Hansısa şəhərdə, ölkədə olmaq inlə işlənir. In Dubai. Və həftənin günləri də 10 bağlayıcısından işlənir. Amma 10 yoxdursa, məsələn, mən burada at Dubai deyə bilmərəm. 10 yoxdursa, deməli, cümə gününə kimi deyə bilərəm. Until Friday. We will stay in Dubai until Friday. Cümə gününə kimi biz Dubaidə qalacağıq. Hər halda cümə günü Dubaidə qalacaq deyilməz, çünki məntiqi baxımdan tərcümə düzgün çıxmır. 12. Passive voice-ə çevirməliyik. This exhibition will attract a lot of visitors. Ən çox variant atan nə idi dedik? Zamanlar. Will olanda nə olur? Will be olur. Will be participle to. Belə olur. Hardadır? Are attracted veribdir. Have been veribdir. Would be veribdir. Qaldıq B və E variantları arasında. Cümlə nə ilə başlayıbdır? This exhibition-la başlayıb. Deməli, B variantı da this exhibition-la başladığına görə onu da atırıq. Və necə izah veririk? Əgər bizə verilən cümlə, məlum növdə olan cümlənin mübtədası, variantda da hansısa variantda mübtədadırsa, həmin variantı atırsınız. Qaldı əlinizdə Y variantı. A lot of visitors will be attracted. Vəssalam. Bay verə də bilər, verməyə də bilər. Öz keyfi bilər. 13. A number of-un uzlaşması nə idi? Cəm isim və cəm xəbər. Travelers cəm isimdir, deməli xəbəri cəm götürməliyik. Has visited tək xəbərdir, visits tək xəbərdir. 1, 2. Ziyarət edir və edib. Sonra Where Tommy last summer-ni gördük. Last summer keçən yay deməkdir, keçmiş zamandır. Will-i, does-ı, has-i atdım. Did saxlayıram. Və did-ə görə feilin sonundakı idi mütləq düşməlidir. Feil qayıtmalıdır başlanğıc formasına. Where did Tommy travel last summer? Hara səyahət etmişdi? 15. Are wolves afraid? Afraid of-la işlənir. Afraid of fire. Nədir? Canavarlar tonqaldan qorxur. Afraid of. Irregular verbs istəyir bizdən. Eat, ate qaydasızdır. Eat, ate, eaten olur. Draw, drew, drawn olur. Qaydasızdır. Playdi qaydalıdır. Answered qaydalıdır. 1, 2. Cavab A variantı. Ay. A variantı. 17. Zən var. Zən nəyə göstərir? Sifətin müqayisə dərəcəsini. Deməli, ya more tapırıq variantdan, ya er tapırıq. Lucky adi dərəcə. Much lucky, muchdan sonra sifət düşməlidir. Müqayisə dərəcəsinə much luckier olmalıdır. The most da üstünlük dərəcəsidir. Qaldı əlimizdə C və Y variantları. More varsa, er bir də təzdən ola bilməz. Ona görə C variantı səhvdir. You are always luckier than me. Sən həmişə məndən daha şanslısan. 18-də məchul növə çevrilməyəcək cümləni istəyir bizdən. Hansı hallarda biz ümumiyyətcə məchul növə çevirə bilərik və ya bilmərik? Məchul növə çevrilə bilməsi üçün cümlədə feilin mütləq şəkildə tamamlığı olmalıdır. Tamamlıq nədir? Feildən sonra gələn ismi birləşmə və yaxud da feildən sonra gələn obyekt əvəzliyi cümlənin tamamlığıdır. She was at school at 1 o'clock.
Was at school məktəbdə idi. Saat 1-də. Yer zərfidir, tamamlığı yoxdur. She bought, o aldı. Nəyi aldı? Nothing, heç nə. Nothing burada tamamlıqdır. Ən çox tamamlıq hansı suala cavab verir? Kimi, nəyi? She had to leave at midnight. O gecə yarısı çıxmalı idi. Leave, tərk etmək. Tamamlığı yoxdursa, deməli məchul növə çevrilə bilməz. She called the ambulance for help. O çağırdı. Kimi, nəyi? Ambulansı. Tamamlıq var. 2 4 düzdür. Məsələn, 2-ni çevirsəm, nothing was bought by her. 4-də isə the ambulance was called for help. By her da deyə bilərəm, deməyə də bilərəm. 2-4. 19 düzgün zamanı istəyir. To Georgia by car when they the quarantine restriction. When-i gördümsə iki tərəfdə təxminən aşağı-yuxarı eyni variant eyni zaman olmalıdır. Deməli, would go abolish. Would keçmişə nəzərən gələcək zaman, abolish indiki zaman düzgün uzlaşmır. Go will abolish. When-dən sonra will istifadə etmirik. Ona görə 2 səhvdir. Qaldı əlimizdə 1-4. She will go to Georgia by car when they abolish the quarantine restriction. Deməli, o Gürcüstana onlar, deməli, karantin məhdudiyyətləri aradan qaldırılandan sonra o Gürcüstana maşınla gedəcək. Bir düzdür. Və when abolished yenə eyni zamanda keçmiş sadədə karantin rejimi məhdudiyyətləri qaldırılanda o Gürcüstana maşınla getdi. 4 düzdür. Yenə deyirəm, when'dir, while'dır, as soon as'dır. Bu kimi bir sıra feillər var ki, bunlarda hadisələr eyni zamanda baş verir. Keçmişdirsə, keçmiş sadə, keçmiş davam edici ola bilər. Sonra indiki sadə gələcək zaman ola bilər. Belə baxırsınız. 20. Conjunctive word istəyir. You saw at the airport. Baxırıq ki, isim var. İsimdən sonra biz ismin canlı cansız olmasına baxırıq. İsim canlıdır deyə which-i atırıq. Çünki nisbə vəzihlərdir. İsimdən sonra gəlirsə nisbə vəzihlərdir. Which canlı isimlərlə işlənə bilmir. Ümumiyyətcə isimdən sonra what işlətmək olmaz. What nisbə vəzliyi yoxdur. You saw mübtədə xəbər gəlir. Mən whom-u verə bilərəm. Whom you saw at the airport is a famous singer. Sonra whose-u verə bilmərəm. Whose-dan sonra isim gəlir. Mübtədə xəbər filan gələ bilməz. Sonra bir də belə bir şey var da. Whom. Who-nu əvəz eləyə bilir. Əgər təyin budaq cümləsidirsə, who you saw da demək olar, whom you saw da demək ola bilər. Hansı qadın xoşbəxt nədir? Aeroportda məşhur müğənnidir. Hansı qadın məşhur müğənnidir? Sənin aeroportda gördüyün, sən kimi görmüşdün? Tamamlıq olduğuna görə whom-u veririk. 21. Feilin düzgün formasını seçirik. The book by her was read by millions of students. By varsa, by'dan əvvəl hansı feilin hansı forması yazılmalıdır? Participle to. Participle to. Participle to da nədir burada? Written. Yəni participle feil sifət 2. Written by her. Onun tərəfindən yazılmış kitab. 22. She lost her parents at an early age. Bu ifadə sabit ifadədir və an article ilə işlənir. O dəqiqə digər variantları atırsınız, əni saxlayırsınız. Və of-a birləşəndə z ilə işlənir. At the age of. Ona görə D-ni də atırıq, qalır B variantı. At an early age erkən yaşda, at the age of 5 yaşında. 23. Deməli, Sri Lanka, what beautiful, burada indi nəyə fikir verirsiniz? How yoxsa what olsun? Deməli, beaches isimdir,
Sri Lanka mübtədadır, has got xəbərdir. Hansı ifadədə isim mübtəda xəbər olur? Votlu ifadələrdə. How-nu atırsınız, çünki how-da vurğu altına düşən söz sifət olur. Sadəcə sifət, mübtəda xəbər belə olur. Amma votda isim mübtəda xəbər olur. Sifətin yerinə vurğu altına düşən söz isim olur. Və beaches cəm olduğuna görə biz artikelləri atırıq. Tək olanda votda qeyri-müəyyən artikel işlənir. Amma votla heç vaxt müəyyən artikel işlənilə bilmir. Y variantı ona görə konkret səhvdir. Qaldı. What beautiful beaches Sri Lanka has got. Cavab D variantı. 24. Düzgün cavabı istəyir. My sister to cook tasty meals, but I am not. Keçək bu tərəfə variantlara baxaq. Deməli, modallarda birinci to ilə işlənib işlənməməyə baxırıq. Bizim cümləmizdə 1. Modal to ilə işlənib, 2. Tək hissədə əmdən istifadə olunub. Yəni, demək ki, biz to be-li feil istifadə edəcəyik, modal feil. O da Y variantıdır. Can, must, to-lu işlənə bilmir. Has to-da isə tək question olanda tək hissə do, does, did-dən istifadə edilir. Has-dirsə do və yaxud da does, had olursa did-dən istifadə olunur. To be able to, am, is, are, to be olduğuna görə və to ilə işləndiyinə görə ən düzgün variant elə Y variantı. Sonra 25. Who is old man standing over there? Orada dayanan yaşlı adam kimdir? Old man tək olduğuna görə those-u atırsınız, these-i atırsınız. Və over there sizə ipucudur ki, kişinin uzaqda olduğunu göstərir, orada. Buna görə zətdən istifadə edirik. Hers bilirsiniz ki, birincisi hers isimsiz işlənən sərbəst müstəqil yiyəli əvəzlidir. 1. İkincisi isə hersdən, yəni məna baxımından da heç düzgün gəlmir də. Mənası da yanlış. Her old man demək olmaz. Sonra this isə over here və yaxud da here olanda istifadə olunur. Qaldı əlimizdə D variantı. Make up sentence cümlə qurun. Cümləni qurmağı da demişdik. Nə ilə başlayırıq? Çox güman ki, mübtəda ilə. Mübtədanın qarşısında artikel təyin falan ola bilər. Onu sonradan əlavə eləyə bilərik. Deməli, bizə lazımdır mübtəda sonra xəbər. Mübtədamız 2 ola bilər, 4 ola bilər. Və 5 ola bilər. 2 və yaxud da 5. Mən 5-ə baxıram. Our parents, bizim valideynlərimiz. 5-dən başlasam, 5-dən. Y ilə D-ni nəzərimdə saxlayıram. Bundan sonra xəbər gəlməlidir. Xəbərimiz də 1-dir. Have cancelled, təxirə saldı. Nəyi təxirə saldı? Visit, ziyarəti isim gəlir və visit to the haraya səfəri, to the history museum. Yer zərfliyi cümlənin sonunda olur. Yer zərfliyi. Əlinizdə our qaldı. Bunu hara verək? Deməli, bizim ziyarətimizi təxirə saldı da our visit. Təyin, tamamlığın da təyin ola bilər, mübtədanın da təyin ola bilər. Deməli, oldu nə? Our parents 5, have cancelled 1. Our visit 3, 4, 5, 1, 3, 4, o da D variantı. Sonra 27. The tourist, the Maldives soon. Soon tezliklə deməkdir. Bizə gələcək zamanda hadisənin yaxın gələcəkdə baş verəcəyini göstərir. Yaxın gələcəkdə baş verəcək deyə will reach olur. Turistlər tezliklə Maldivlərə çatacaq. Will reach the Maldives soon. 28. Mrs. Umudova already. Already harda işlənirdi? Bitmiş zamanlarda və köməkçi feillə əsas feilin arasında. Mrs. Umudova tək olduğuna görə bitmiş zamanları saxlayaq qalanını ataq. E yoxsa C? Mrs. Umudova 3-cü şəxsin təki olduğuna görə have-i atıb has-i götürürük. Mrs. Umudova has already visited Budapest. Xanım Umudova artıq Budapeşti baş çəkib, gedib, yəni ziyarət edib. Passive voice olan düzgün cümləni istəyir. Yenə passive voice. Konkret to be axtarmalısınız da. To be üstəgəl participle to.
Cümlənin sonu əgər sifətlə və müstəqil yəli əvəzliyi ilə bitirsə, bu passive voice deyil. Bunu necə sübut eləyə bilərik? Nəqli cümləyə çevirməklə. The bag found yesterday was mine, məsəl üçün. Buna sual verəndə was cümlənin önünə keçir. Was the bag found yesterday yours? Baxın, burada participle to be-siz qalır. Deməli, burada olacaq müstəqil yəli əvəzliyi və yaxud da sifət də. Cümlənin sonunda, sual cümləsində müstəqil yəli əvəzliyi və yaxud da sifət varsa, bu o deməkdir ki, o cümlə passive voice-da deyil. Və çevirdim nəqli cümləyə nə aldım? The bag found yesterday was kiminkisə, yours, his, hers və s. Participle to da to be-siz qaldığına görə təbii ki, bu məchul növ deyil. 2. The enemy troops have been away. Participle to be var, amma participle to'su yoxdur. Deməli, bu da məchul növ deyil. Was Steve helped by the government? Yəni, bu düzdür, yəli haldır və əmin olmaq üçün çevirim nəqli cümləyə. Steve was helped by the government. 3 düzdür. Was all the money spent on books? Kitabların hamısı pulun hamısı kitablara xərclənib. Çevirin nəqli cümləyə. All the money was spent on books. Hər iki halda was üstəgəl participle to var. Deməli, məchul növdür. 30. Feilin düzgün formasını istəyir. She apologized for sözünü varsa, nə axtarırsınız? ING. Saying that. Fordan birbaşa sonra tulu məstər gələ bilməz və verballar zamanlara düşə bilməz. Səhv idi. To ilə də ING nadir hallarda görülür. O zaman to orada sözünü rolunda çıxış eləyir. Məstərin to'su olmur. Burada isə for sözünüsü var deyə, ona görə gerund götürürsünüz. O, bunu dediyinə görə üzr istədi. For saying that. 31. Feilin düzgün formasını seçirik. He fell asleep while. While'dan sonra ING gəlir, bunu da bilirsiniz. While watching TV. While watching TV. When the while'dır. Bunlardan sonra əgər birbaşa verbal gələcəksə, ING gəlir, o da feili sifət olur. Sonra 32, yəni bunlar konkret əzbərlənəsi qaydalardır da. Passive voice istəyir bizdən. The farmer will dig gələcək zaman olacaq will be dug. Will be dug olacaq. Hədbini atıram. A yoxsa C, o biri tərəfə də heç keçməyə ehtiyac yoxdur, çünki will be dug burada var. Cümləmizdə the farmer mübtədadır, A-da da the farmer mübtədadır deyə atırsınız. Qaldı the field will be dug by the farmer. Cavab C variantı. Digər tərəfdə heç ehtiyac yox idi baxmağa. Amma yenə də baxırsınız, will dig veribdir, would be dug veribdir. Will varsa konkret will be olur da. Sonra keçdik 33 yaxın mənalı. Close meaning yaxın mənadır, opposite meaning əks mənadır. Artıq çox elə sinonim, antonim sözləri istifadə olunmur. Important vacib, precious dəyərli, suitable uyğun, necessary vacib önəmli, sociable sosial qaynayıb qarışan və burada important da necessary close meaningdir. Burada hətta crucial, vital onları da əlavə etmək olar. İkisi də vacib deməkdir. 1-4 C variantı. 34. Parents said that we'll leave the party at 8. Cümlə hansı zamandadır? Keçmiş zamanda. Bizim baş cümləmiz keçmiş sadə zamandadırsa, valideynlərimiz dedi ki, bir də elə bilirəm zaman deyil, zamana heç baxmağa ehtiyac yoxdur. Variantlara bir dənə baxaq. Həd özü inkarı götürə bilməz, A variantını atın. Has to indiki zamandır, ona görə işlədə bilmərik, çünki bizə keçmiş zaman lazımdır. Və must da indiki zamandır, istifadə eləyə bilmirik. Must-ı keçmiş zamanda had to əvəz edir. Ought da to-suz işlənibdir, bu bir, ought to ilə olmalıdır. Və elə ought to da zamana görə olmur. Deməli, had to. Valideynlərimiz dedi ki, biz saat 8-də partini tərk etməli idik.
35. The coach didn't let him. Let varsa let. Məlum növdə kompleks obyektin tərkib hissəsi olaraq özündən sonra özündən sonra tulu məstər götürür. Tusuz məstər götürür. Tusuz məstər harda var? Tunu atdım. ING olmaz. Məstərdən söhbət gedirsə S olmaz. Zamana düşə bilməz. Qaldı C variantı. The coach didn't let him take part in the match. 36-da yenə passive voice istəyir bizdən. Are the gold jackets made by Zara stylish? Bayaq dediyim kimi, ya müstəqil yəli əvəzli, ya da sifət ilə sual cümləsində olan çox vaxtda, yəni burada to be olur, am, is, are, was, were və s. Varsa, sifətlə bitirsə bu yəli hal deyil. The gold jackets made by Zara are stylish. Belə olubdu. Passive voice deyil. Was the fruit picked yesterday? Organic, bu da sifətdir. The fruit picked yesterday was organic. Yenə eyni qaydadır. Were you sent organic vegetable yesterday? Məsələn, buna cavab verim, çevirim nəqli cümləyə. I was sent organic vegetables yesterday. Deməli, məchul növdür. I was sent. To be səgəl participle to. Are these gold jackets made by Zara? Bunu da çevirim nəqli cümləyə. These gold jackets are made by Zara. 3-4 düzgün passive voice'dır. 37. The letters to be answered by him personally. To varsa, must-ı, should-u atırsız, can-i atırsız, may-i atırsız, qaldı have. The letters have to be answered by him personally. Məktublar onun tərəfindən şəxsən cavablandırılmalıdır. 38. Brain is mending the broken window. Can you help? Brain kimdir? Kişidir də. Kimə kömək edə bilərsən? Ona. Help feildir. Feildən sonra obyekt gəlir və kişi xeylağı, kişi cinsi daha doğrusu üzr sayın. Avadan sonra isim gəlməlidir, yəli əvəzlidir. Maydan sonra isim gəlməlidir, yordan sonra isim gəlməlidir, yəli əvəzlidir. Hers-də sərbəst işlənən yəli əvəzlidir. Bizə obyekt lazım olduğuna görə obyekt bir dənə kişi cinsinə aid D variantıdır. Him. Can you help him? Ona kömək edə bilərsən. 39. Latviya artiklsız işlənən ölkələrdəndir. Bura boş. Officially known as the Republic of Latvia is one of states vardı ya, Z işlədirik. One of the Baltic states, Baltik dövlətlərindən biridir. 40. Nigar has the opportunity of Global Mass Olympiad in Dubai. Ofdan sonra, yəni of burada söz önüdürsə, ofdan sonra birbaşa gerund götürürsünüz. Opportunity of attending Global Mass Olympiad in Dubai. Deməli, Nigarın Dubayda Qlobal Riyaziyyat Olimpiyadasında iştirak etmək şansı var, imkanı var. Sonra 41. Can be changed into the passive voice. Məchul növə çevrilə bilər. Məchul növə çevrilə bilməsi üçün nə lazımdır? Feildən sonra gələn tamamlıq lazımdır. Georgia is famous for its xaçapuri. Burada feil nədir? Is, to be, sifət. Burada tamamlıq ola bilməz. Çünki biz feilə sual veririk. Oxudu, nəyi, örtdü, nəyi, nə bilim, vurdu, kimi, məsələn. Belə sual verə bilirsinizsə, bu o deməkdir ki, siz onu məchul növə çevirə bilərsiniz. All the students should follow. Uşaqlar əməl etməlidirlər. Yəni, izləməlidirlər. Nəyi izləməlidirlər? Məktəb qaydalarını. Əməl etməlidirlər. Nəyə? Məktəb qaydalarına. School rules feildən sonra gələn tamamlıqdır və cümlənin önünə keçə bilər. School rules should be followed by all the students. Çevirə bildim. 2 düzdür. Uğur has science lesson twice a week. Has lesson dərs keçmək deməkdir. O da təsirsiz feildir. Yəni, özündən sonra bir dəqiqə. Özündən sonra obyekt tələb etmir. 4-ə baxırsınız. They put 20 candles on the birthday cake. Put qoydu. Nəyi qoydu? 20 şam qoydu. 20 candles
put deməli qoydular da 20 candles were put on the birthday cake by them. Qoyurlar desək də ki, are put olur. Yəni burada Z cəmdir deyə putun indiki və ya keçmiş zaman olduğu bilinmir. Qaldı oldu 2-4. Yenə nə zaman çevirə bilirik cümləni məchul növə? Feildən sonra ismi birləşmə gəlirsə və yaxud da obyekt əvəzi, yəni o cümlənin tamamlığı varsa. I didn't understand. Mən başa düşmədim. Nəyi başa düşmədim? Bir variantlara baxırıq. Why she had behaved so? Bu düzdür. Deyəcəm niyə düzdür. What she had behaved so for? She has, bir dəqiqə. Has indiki zaman olduğuna görə cümləmiz, baş cümləmiz hansı zamandır? Keçmiş zaman. Has indiki zamandır. Buna görə onu atırıq. Had önə keçə bilməz. Əgər I didn't understand, mən başa düşə bilmirəm. Nəyi? Tamamlıq budaq cümləsidir. Mürəkkəb cümlələrdə, tabeli mürəkkəb, özəlliklə tamamlıq budaq cümləsində cümlənin hər iki tərəfi nəqli cümlə formasında olur. Yəni, sizə belə bir şey verilibsə, I wonder, I want to know, I don't understand, I didn't understand. Belə bir şey verilibsə və complete etməlisinizsə, o zaman yadınızda saxlayın ki, variantda ikinci hissə nəqli cümlə formasında olmalıdır. Necə? Mübtəda gəlməlidir A variantındakı kimi, sonra xəbər gəlməlidir. Yəni ki, had burada cümlə önünə keçə bilməz. Mübtədanın önünə keçə bilməz. Burada məsəl üçün had she behaved deyə bilməzsiniz. Köməkçi feil öndə olanları dərhal atmalıyıq. Və B variantı niyə olmadı? Uzlaşma pozulubdur. Yoxsa what for nə üçün deməkdir də? What for elə özü why deməkdir. Sadəcə burada she has zaman uzlaşması pozulub. Cavab A variantı.